Deməli, ilk öncə litosfer testlərinə baxaq. Birinci sual, göysfayra adalar yaranır. Göysfayra adalar materik və okean tipli havaların toqquşma zonasında yaranır. Yadımıza salaq ki, okean və materik tipli havalar toqquşanda nə yaranırdı? Quruda yaranırdı sıra adalar. Bunlar bizim üçün Antkordilyer idi. Sonra göysfayra adalar yaranırdı. Bunlar Avrasiyanın şərqində daha çox adalara rast gəlirik. Bir də deməli, okean ovları yaranırdı. Həmin göysfayra adalarına paralel şəkildə. Cavab olacaq E. Suxuların mütləq yaşını müəyyən edin. Suxuların həm mütləq, həm də nisbi yaşını təyin edə bilirdik. Nisbi yaşını təyin etmək üçün qeyd etmişdik ki, suxuların yatım arıcılığına baxırıq. Nə qədər suxur aşağıdadırsa, o daha yaşlı. Səthə yaxınsa daha cavan suxur olurdu. Mütləq yaşı isə radioaktiv maddələrin parçalanma müddətinə görə təyin edirdik. Daha çox da uranın parçalanmasına görə cavab olur B. Seismik hadisələr hansı sahələrdə daha fəaldır? Burada da biz yer kürəsini iki hissəyə bölürdük əsasən seismikliyə görə. Seismik olanlar və seismik olmayanlar. Seismik ərazilər geosinkronlar, seismik olmayanlar isə qeyd etmişdik ki, platformalardır. Yəni seismik olan ərazilər, yəni geosinkronal dediyimiz ərazilərdə litosfer havaların toqquşma zonaları, eyni zamanda ayrılma zonaları. Yəni ümumi desəm biz litosfer havaların sərhədləridir. Cavab olur Y. Sxemdə verilən qırışıqlıq formasını müəyyən edin. Bu şəkil verilən materialımızda da var idi və həmin materialda da görmüşdük ki, geosinkronalda toqquşma xüsusilə bu geosinkronalda yerləşən dağlarda və yaylalarda daha çox rast gəlirdi. Toqquşma nəticəsində yuxarı qalxan hissələr antiklinal, yəni bir antiklinal, aşağı enən bu iki isə sinklinal olacaq. Cavabımız da D variantı. Platforma örtüyü kristalik növrə. Platformanın alt təbəqəsidir. Ümumiyyətlə, platformalar iki hissəyə bölünürdü. Platforma örtüyü kristalik növrə. Platforma örtüyü daha çox çökmə suxurlardan təşkil olunmuş, yanacaq faydalı qazıntılarla zəngin idi və suxurların üfüqi yatımı burada özünü göstərir. Kristalik növrə isə platformanın daha aşağı qatı olub, maqmatik və metamorfik suxurlardan təşkil olunmuşdur. Buna görə də burada daha çox filiz faydalı qazıntılardır. Suxurların yatımı qarşı edib və filiz mənşəli həmin suxurların yer səthi çıxdığı ərazilər isə sipərlər və yaxud da qalxanlar adlanırdı. Yer kürəsində daha çox yaylalarda bu özünü göstərir, bir də qədim dağlarda. Platformanın alt mərtəbəsidir bu kristalik növrədir, A gedir 2-yə. Suxurlar əsasən üfüqi yatım olur. Bu platforma örtüyüdür, B gedir 1-ə. Yanacaq faydalı qazıntılar qeyd etdiyimiz kimi bu da platformaya gedir, örtüyünə C. 1-ə BC getdi, D-yə baxaq. Akkumulyasiya prosesi üstündür. Ümumiyyətlə, akkumulyasiya və denudasiya üçündə qaydalara bilirik. Denudasiya daha çox yaylalarda, dağlarda parçalanma, toplanma isə akkumulyasiyada bu daha çox ovalıqlarda uyğun gəlir və platforma örtüyündə çökmə mənşəli suxur qatı daha zəngin olduğuna görə akkumulyasiya da yəni çökmə suxur qatı akkumulyasiya nəticəsində yaranır. Ona görə də platforma örtüyünə deyirik akkumulyasiya. Maqmatik və metamorfik suxurlar qeyd etdiyim kimi o da olur kristalik növrədə. B, C, D, A, Y. Baxaq. B, C, D, A, Y. Cavab B variantı. Doğru sıranı müəyyən edin. Deməli, dağlar, yerləşdiyi materik era və qırışıqlıq Verxoyansk dağları, Avrasiya doğru. Mezoy yaşlıdır. Mezoyda da qırışıqlıq Kimmer doğru. Bir doğru. İkinci, Apalaç Şimali Amerika doğru. Apalaç Kaynozoy deyil, Paleozoydur. Avdil Yersin Kaledondur. Atlas dağları Afrikada doğru. Paleozoy deyil, Kaynozoydur. Burada da Alpdir. Bunlar da səhv. Andalar Cənubi Amerikada doğru. Paleozoy yox, Kaynozoy. Yersin yox, Alp qırışıqlıq olmalıdır. Pamir Avrasiyada, Kaynozoy yaşlıdır doğru. Alp qırışıqlığı doğru. Cavabımız 1-5. Cavab variantı da C variantı. Qərb hissələri seismik cəhətdən fəal olan dağlar. Qərb hissələri seismik cəhətdən fəal olan dağlar dediksə, gəl baxaq bura. Deməli, daha doğrusu qərb hissələri seismik cəhətdən fəal olan ölkələr. Yəni bu ölkələr daha çox Şimali və Cənubi Amerikada yerləşən ölkələrdir. Onların qərb hissələri, yəni Antkordilyer dağ sisteminə görə daha fəaldır. Bir ölkələrə baxaq. Rusiya Avrasiyada yerləşir. Rusiyanın yalnız şərqində Kamçatka, bir də cənub qərbində Qafqaz hissəsi seismik cəhətdən fəaldır. Ona görə 1 olmaz. Qazaxıstanın şimal şərqi fəaldır. Olmaz. Meksika, bəli, qərb hissəsi seismik cəhətdən fəaldır. Çünki Antkordilyer dağ sisteminə düşür. Yəni həmin geosinkronala düşür. 3 doğru.
Misir ümumiyyətlə tamamilə platformada olmaz. Boliviya qərb hissəsi And dağları doğru. Kanada qərb hissəsi Kordilyer dağları doğru. 3, 5, 6. Cavaba baxaq. C variantı. Düzgün arıcılığı verildiyi sıra. Buradan göstərilənin inkişaf mərhələlərinə baxaq. Biz dərslərlə qeyd etdik ki, yalnız müasir dövrdə dağlar və yaxud da düzənliklərin adını çəkəndə ya 3-cü, ya 4-cü mərhələdə olur. Əgər bu ərazi platformasa 4-cü mərhələdə, göstərilərin cavan dağsa 3-cü mərhələdədir. Yəni bu sualı sonra haçınla həmin variantda cavan dağlar 3 olmalıdır. Burada hər hansı bir cavanın digər mərhələdə olduğunu görəcəyimiz onu çıxarır. 1 və 2-ci mərhələdə heç bir coğrafi obyektin olmayacağını bilirik. Burada verilən dağlar ölçənliklərdən cavab B olar. Amma yenə bir baxaq. Kopet dağ cavandır, doğru. 3-cü mərhələ doğru. 1 doğru. Apalaş qədimdir, doğru. 1-ci mərhələ yox, burada olmalıdır. 4-cü mərhələ. Bu yanlış. And dağları cavandır, 4-cü mərhələ. 4-cü yox, 3-cü mərhələ olmalıdır. Yanlış. Qafqaz dağları cavandır, 3-cü mərhələ tam doğru. Ural dağları. Qədim dağlar 2-ci mərhələ. Qədim dağlar 4-cü mərhələdədir. Yanlış. Atlas cavandır, 3-cü mərhələ doğru. 1, 4 və 6. Cavab E variantı. Eralar Kaynozoy, Mezoy, Paleozoy baş vermiş hadisə. Kaledon qırışıqlığında dağlar. Hersin Kaledon yaş dağlar bir çoxu Paleozoyda da doğru. A gedir 3-ə. Ters okeanın parçalanması. Ters okeanı 1-2 Kaynozoyda parçalanır. B gedir 1-ə. Cavan dağların yaranması. Cavan dağlar 1-2 Kaynozoyda alt qırışıqlığındadır. Bura gəlir cavab B, C 1-ə. Gondwana və Avrasiyanın parçalanması. Gondwana və Avrasiya müasir materiklərə Mezoyda parçalanıb. D. Mezozoya. Müasir okeanlara əmələ gəlməsi. Müasir okeanların da əmələ gəlməsi Mezoydadır. B, C, D, Y və A. Uyğunluğu müəyyən edin. Deməli, bu sual keçənləri qəbula düşmüş sualdır. Skotalin, Krım və Skandinaviya dağları. Bunların dağ əmələ gəlmə mərhələsini tapmalıyıq. Alp qırışıqlığında yaranan Krımdır. A gedir 2-yə. Skotalin Kemer yaşıdır. B. Və Skandinaviya isə Hersinkardan hər ikisinə aiddir. C və D. Cavab B, A və C, D.